Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Siz Azərbaycanın ilk internet televiziyası olan Kanal 13-ün efirində aktual proqramına baxırsınız. Sizinlə mən Aynur İmranovayam. Bugünkü proqramımızı 26 iyun Silahlı Qüvvələr gününə həsr eləmişik və bu barədə qonağımızla söhbət eləyəcəyik. Həmişə kimi studiyamızın qonağı var. Hərbi Jurnalistlər İctimai Birliyinin sədri və ehtiyatda olan polkovnik leytenant Üzeyir Cəfərov, xoş gəlmisiniz. Təşəkkür ederim. Üzeyir müəllim, bu Silahlı Qüvvələr günü ilə bağlı ictimaiyyətin rəyi bir mənalı deyil. Ona görə ki, həm Qarabağın işğalda olması, həm bugünkü Azərbaycandakı ictimai-siyasi vəziyyət insanları müxtəlif fikirlər səsləndirməyə sövq edir. Mən istəyərdim ki, öncə siz bu tarixi barədə bir məlumat verəsiniz tamaşaçılara. Çünki ən azından biz qeyd edəndə 95 illik bir yubileyi qeyd edirik. İlk öncə sizə təşəkkür edirəm. Yəni bu mövzuya diqqət ayırdığınıza görə doğrudan da bu günləri Azərbaycan müstəqillik tarixinin ən önəmli bayramlarından biridir. Yəni silahlı qüvvələr hər bir xalqın, hər bir dövlətin güvənc yeridir, yəni dayaq nöqtəsidir. O nöqteyi nəzərdən də mən hesab edirəm ki, bu mövzu haqqında danışmaq lazımdır və bu çox vacib bir mövzudur. Bildiyimiz kimi, siz də qeyd elədiniz ki, silahlı qüvvələrin 95-ci il dönümü qeyd olunur. 95 illik tarixi, düzdür, Azərbaycan müstəqilliyini 20 il əldə etsə də, silahlı qüvvələrin yaranma tarixi 1918-ci ilin 26 iyun tarixinə təsadüf etdiyinə görə məhz bugün bu bayram qeyd olunur. Düzdür, əvvəllər bildiyiniz kimi müstəqilliyimizin ilk illərində silahlı qüvvələr günü 9 oktyabrda qeyd olunurdu. İndi isə tarix harada olur olsun, gec-tez öz yerini tapır və 26 iyun bizim silahlı qüvvələrin yaranması günüdür. İlk öncə bütün şəxsiyyəti təbrik edirəm. Bu günləri biz sizinlə sakit bir şəraitdə oturub studiyada söhbət aparırıqsa, bu ilk növbədə düşmənlə üz-üzə dayanan əskər və zabitlərimizin sayəsində bu mümkündür. Çünki onlar sutkanın 24 saatı ağır şəraitdə düşmənin həmlələrinə cavab verir, onun mütəmadi olaraq atəşkəsi pozmasına atəşlə cavab verir. Hətta çox təəssüflər olsun ki, atəşkəs dövrü olmasına baxmayaraq itkilərimiz də olur. Elə fürsətdən istifadə edib vətən uğrunda canını fəda etmiş həm əvvəlki şəhidlərimizə, həm də atəşkəs dövründə dünyasını dəyişmiş bütün əskərlərimizə, zabitlərimizə, onların doğmalarına, belə deyim, doğmalarına səbir diləyirəm və dünyasını dəyişmişlərə isə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun. Ruhları şad olsun. Silahlı qüvvələrin yaranma tarixi mən qeyd etdiyim kimi, yəni 1918-ci ildə, yəni bu çox çətin bir olan işi bizim o vaxtki, yəni sərkərdələrimiz və Milli Şura, yəni Gəncədə bunu bacardı və həmin tarixdən də bizim silahlı qüvvələrimiz öz, belə deyək də, şanlı ənənələrini davam etdir. O ki qaldı, yəni müasirlik dövrünə təsadüf eləyən silahlı qüvvələrimizlə bağlı, əlbəttə ki, cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Yəni buna müsbət yanaşanlar da var, bunu tənqid edənlər də var. Elə ona görə dedim ki, siz tarixin bir deyəsiz ki, görsünlər ki, biz bugünkü siyasi situasiya ilə heç bir əlaqəsi yoxdur əslində bu bayramın. Və mən də sizin sözlərinizə qoşuluram ki, bəli, silahlı qüvvələr hansısa fərdin və yaxud da ki, şəxsin deyil. Bu bütövlükdə Azərbaycan xalqının da, Azərbaycan dövlətçiliyinindir. Yəni, müxtəlif rəhbərlər olub, müxtəlif rəhbərlər yəqin ki, olacaq, amma ordumuz, yəni ordu kimi, yəni bir güc kimi həmişə olacaq və necə deyirlər, atalarımızın gözəl bir sözü var, deyir, ordun varsa yurdun var. Yəni, ordu olduqca yurdumuz da olacaq. O nöqteyi nəzərdə mən hesab edirəm ki, bizim silahlı qüvvələrimizin əməyinə belə deyək də, müsbət mənada yanaşmaq lazımdır. Bütün çatışmamazlıqlar, bütün negativ hallara baxmayaraq, ordu bizim hər birimizindir. Biz çalışmalıyıq ki, Azərbaycan Silahlı Qüvvələri müasir tələblərə cavab verən bir ordu olsun. Müasir dünyadan baş çıxaran zabitlərimizin, generallarımızın rəhbərliyi altında inkişaf eləsin. Daim öz döyüş hazırlığını püxtələşdirsin. Deyir, təlimdə tər tökərsənsə, döyüşdə az qan tökərsən. Çünki təlimlərdə ordu öz döyüş bacarığını
yüksəldir. Bizim zabitlər belə deyək də 21-ci əsrdə dünyada baş verən proseslərin fonunda müasir hərb elmini yaxından öyrənir və həmin o aldıqları bilik və bacarığı da bizim əskər və zabitlərə verirlər. O nöqteyi nəzərdən bəziləri hesab edirlər ki, bizə hərbi parad lazım deyil. Bəziləri deyirlər ki, yox, hərbi parad lazımdır. Hörmətli tamaşaçıların diqqətinə onu da çatdırmaq istəyirəm ki, müstəqilliyi əldə etdiyimizdən sonra bu sadəcə 4-cü hərbi paraddır. Sonuncu hərbi parad 2011-ci ildə olmuşdu bizim baş meydanımız olan Azadlıq meydanında. İndi bugün də bir neçə saat bundan əvvəl hərbi parad başa çatdı və hərbi parad da çox yüksək səviyyədə keçdi. Yeganə, bugün bunu deməsəm, mən hesab edirəm ki, bir qədər qəbahət işləmiş olaram. Hərbi paradda bizim vətəndaşlarımızın yaxından iştirakının təmin olunmaması bir qədər. Onunla bağlı ayrıca qayıdacağıq Üzeyir bəy. Bugün səslənən bir mənalı olmayan fikirlərdən biri də o oldu ki, bizə torpaq itirmiş bir dövlət olaraq parad lazımdır. Mən hesab edirəm, bu mənim şəxsi fikrim də olsa hesab edirəm ki, bizə hərbi parad lazımdır. Niyə də olmasın? Biz torpaqlarımızı itirmişik və hər bir belə deyək də halda düşünürəm ki, danışıqlar prosesi ilə deyil, bu bilavasitə müharibə keçmiş 25 ilə yaxın bir hərbçi, zabit kimi, peşəkar bir hərbçi yolu keçmiş insan kimi deyirəm ki, bizə hərbi parad lazımdır. Əvvəla hərbi parad ona görə lazımdır ki, həm beynəlxalq qurumlar, həm də bizə belə deyək də meydan oxuyan ermənilərin havadarlarına bir daha göstərək ki, bizim baxmayaraq ki, biz danışıqlar prosesinə sadiqik, danışıqlar prosesində iştirak edirik, amma geçiriz, o silahlar öz sözünü deməlidir və yəqin ki, deyəcək. Mən elə düşünürüm. Çünki qanla alınan, torpaqlar elə qanla da yəqin ki, geri qayıdacaq. Siz belə hesab edirsiniz? Mən şəxsən, mənim yanaşmam bundan ibarətdir. Çünki bilirsiniz, Aynur xanım, 20 ilə yaxındır danışıqlarla biz güya, belə deyək də, ATƏT Minsk qrupunun həmsədirlərinin bizə verdiyi o yağlı vədlərdir, sonra hansı beynəlxalq qurumların əldə, belə deyək də, rəhbər tutduqları hansı beynəlxalq sənədlərdir. Əslində qalsa Azərbaycan üçün ən önəmlisi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsidir ki, həmin qətnamələrdə açıq aydın deyilib ki, işğalçı erməni silahlı birləşmələri qeyd şərtsiz olaraq Azərbaycan ərazisindən geri çəkilməlidir. Bundan artıq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından böyük bir mən qurum tanımıram. Sizin sözünüzə qüvvət olaraq deyim ki, indi xəbər saytları qoyublar onunla bağlı. Dövlət başçısı da qeyd edib ki, gücsüz Ermənistanla istənilən dildə danışa bilərik. Sizcə, həmin parada keçirtmək əvəzinə o sizin dediyiniz qətnamələri yerinə yetirmək üçün diplomatik səylər göstərmək daha məntiqə uyğun olmazdımı? Bilirsiniz, Aynur xanım, mən bu fikri də buradan studiyadan səsləndirmək istəyirəm ki, artıq Azərbaycan siyasi rəhbərliyi də bilir ki, bu danışıqların heç bir perspektivi yoxdur. Baxmayaraq ki, bizim siyasi və hərbi rəhbərliyi deyir ki, hələ danışıqların limiti başa çatmayıb. Amma mən hesab edirəm ki, bu qədər də, biz bu məsələlərə çox da alıda olmamalıyıq ki, bizim üçün bu danışıqlar yolu ilə bu məsələ həllini tapacaq. Mən şəxsən bunu hər zaman qeyd eləmişəm və bugün də o fikri qeyd edirəm ki, əgər bir addım da olsun bu danışıqlar prosesində irəliləyiş yoxdursa və ATƏT Minsk qrupunun həmsədri olan Amerika, Fransa və belə deyək, Rusiya bu məsələdə işğalçı dövləti sülhə doğru, torpaqların işğaldan azad olunmasına yönəldə bilməyiblərsə, biz nəyə arxalanmalıyıq? Sözsüz ki, biz silahlı qüvvələrimizə arxalanmalıyıq. Bu nöqtəyə nəzərdən bu güc nümayişi də artıq beynəlxalq qurumlara bir mesajdır ki, Azərbaycan gec-tez, belə deyək də, gücə əl ata bilər və bu günləri prezident də bunu öz çıxışında qeyd elədi. Amma Azərbaycan siyasi rəhbərliyi də bilir ki, 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri idi. Azərbaycan vətəndaşları öz, belə deyək də, prezidentinə bu sualı verə bilərlər və yəqin ki, verəcəklər ki, bu illər ərzində hansı uğurlar əldə olunub, Dağlıq Qarabağ məsələsində.
və yəqin ki, dövlət başçısına və digər şəxslərə də çox çətin olacaq ki, hansısa bir belə deyək də, müsbət tonda bir cavab versinlər öz vətəndaşına. Bu bir reallıqdır ki, beynəlxalq qurumlar bu məsələni həll eləmirlər. Əslinə qalsa, mən bilmirəm, bir qədər qəribə səslənəcək, amma mən bu fikri səsləndirmək istəyirəm ki, bu günləri reallıqda Azərbaycan torpaqlarının işğal altında qalmasının ən böyük səbəblərindən biri biraz qəribə səslənəcək, amma mən səsləndirirəm, din amilidir. Burada xristiyan-müsəlman təəssübkeşliyindən danışmaq lazımdır. Düzdür, bizdə bəzən bunu qeyd edirlər, amma reallıq ondan ibarətdir ki, bu günləri... Əsas səbəb deyil, amma din amili də var. Mən demirəm, əsas səbəblərdən biri kimi. Mənim şəxsən elə qiymətləndirirəm ki, yəni Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa xristiyan təəssübkeşliyindən Ermənistana daha çox havadarlıq eləyirlər və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Azərbaycan atalar misalı ilə desək, nə yardan doyur, nə əldən qoyur prinsipi ilə. Həmçinin Fransa. Həmçində Fransa. Ermənistanı daimi olaraq silahlandırırlar. Bəli. İqtisadi imkanları Azərbaycandan qat-qat zəif olan Ermənistana davamlı surətdə silahlar ötürülür və Ermənistan, iqtisadi vəziyyəti çətin olan Ermənistan bizim işğal olmuş ərazilərdə davamlı surətdə hərbi təlimlər keçir və bu hərbi təlimlər haqqında biz zaman-zaman məlumatlar alırıq. Sizin özünüzün dediyiniz faktlar da göstərir ki, bizə hərbi parad hələ ki lazım deyil. Yox, indi mən sizə bir şey deyim ki... Çünki küllü miqdarda çəkilən Bəli, Anıl xanım, bəli, mən sizlə razıyam. Yəqin ki, bu hərbi parad elə-belə şou xarakterli olmayacaq. Yəni, Azərbaycan rəhbərliyi də bunu gözəl başa düşür ki, artıq son məqamlardan biridir. Yəni, bu qədər davam edə bilməz. Amma bunu keçən ildə deyirdilər. Yox, keçən hərbi parad olmadı. Bilirsiniz ki, o 2011-ci, bəli. Bilirsiniz, Anıl xanım, hər şeyin bir sonu olmalıdır. Deyir, hər qaranlıq gecənin bir işıqlı gündüzü olduğu kimi, yəni bu məsələlərin də bir sonu olmalıdır və Azərbaycan rəhbərliyi də elə davamlı surətdə deyə bilməzsiniz xalqına ki, biz nə vaxtsa torpaqlarımızı azad eləyəcəyik. Bu nə vaxtsa, bilirsiniz, mücərrəd bir anlamdır. Mənim şəxsən yanaşmam ondan ibarətdir ki, biz beynəlxalq qurumlara, Ermənistana konkret vaxt göstərməliyik ki, 2013-cü ilin sonuna qədər əgər torpaqlar işğaldan azad olunmayacaqsa, Azərbaycan güc amilindən istifadə edəcək. İstifadə eləyə bilər, bu bilirsiniz necədir. Bu uzun bir, belə deyil, vaxt yəni deməkdir. İstifadə edəcək və bunun üçün yetərincə qüvvə də var. Bilirsiniz ki, Azərbaycanın hərbi xərcləri 2,7 milyard dollardır, 3 milyard dollara yaxındır. Bu bütövlükdə Ermənistanın dövlət büdcəsindən artıq olan bir... Üzeyir bəy, çox üzr istəyirəm, amma bu şablon fikirləri hökumət nümayəndələri də hər gün söyləyir. Amma bu bizə qalibiyyət gətirmir. Mən sizə bir şey deyim. Yəni, bu qədər vəsait insanların, belə deyək də, ciblərindən ödənilən bu, belə deyək, vergilər hesabına formalaşan bu hərbi büdcəmiz, bu qədər vəsait, bu kiminsə pulu deyil. Büdcənin hamısı hərbiyə, xeyirli şeylərə xərcləndiyindən əmin misiniz? Yox. O məsələnin ikinci tərəfidir və özünüz bilirsiniz ki, bugün nümayiş olunan yeni texnikalarla yanaşı biz xeyli sayda köhnə, belə deyək, Rus, Sovet istehsalı olan texnika da gördük. Eləmi? Əlbəttə ki... Mən o başım çıxmır, deyəm. Yox, indi, yəni, məsəl üçün, modernləşdirilmiş tankları gördük. Özünüz də görürsünüz ki, T-72 tankları, düzdür, bizdə Azərbaycanda modernləşdirilib. Yəni, ona əl gəzdirilib, onun böyrü başına əl gəzdirilib ki, o sabah döyüşdə elə ilk, belə deyək, həmlədəsə hansısa problemlərlə üzləşməsin. Amma orada Azərbaycan istehsalı olan xeyli, belə deyək də, silah-sursat da var idi. Yəni, orada siz özünüz də gördünüz ki, yəni son vaxtların ən dəbdə olan mahnılarından biri olan Maral mahnısıdır. Yəni, bu günləri biz ilk dəfə Azadlıq meydanında Maral və Maral 1 Azərbaycan istehsalı olan hərbi texnikanı gördük. Yəni, indi kimi nümayiş olunmayan bir texnika. Orada gürzə, sonra əqrə və digər, yəni silah-sursat texnikalar da nümayiş olundu və pilotsuz təyyarələrimiz də yəni nümayiş olundu. Hansı ki, o pilotsuz təyyarələr artıq son vaxtlar Azərbaycanın belə deyək, dünya bazarında, silah bazarında təklif elədiyi məhsullardan biridir. O cümlədən Matador, Maradöyer, yəni o zirehli brend transportyorlardır. Sonra həmin o pilotsuz uçuş təyyarələridir. O cümlədən özümüzün xeyli sayda orada məhsullarımız vardı ki, hansı ki, son vaxtlar Müdafiə Sənayesi Nazirliyi tərəfindən buraxdı. Bunların hamısı müsbət, yaxşıdır. Yenə qayıdıram o hərbi paradın yəni lazım olub olmaması məsələsinə. Nə qədər insanlar var, bir o qədər də yəni fikirlər mövcuddur. Mən onların hamısına hörmətlə yanaşıram. Mən hesab edirəm ki, artıq 2013-cü ilin hərbi paradı sonuncu hərbi paradlardan biri olmalıdır ki, növbəti hərbi parad artıq Bakıda deyil, yəni o işğaldan azad olunmuş ərazilərdə keçirilməlidir.
Bu işğaldan azad olunmuş ərazilərlə bağlı, ümumiyyətlə işğalda olan ərazilərlə bağlı sizin fikrinizi ayrıca soruşacağım. Çünki çox maraqlı gəldi mənə sizin yanaşmanız. Bəlkə də hərbiçi yanaşmasıdır ona görə. Amma öncə paradla bağlı mən istəyirəm müzakirəmizi bitirək. Parad baş tutdu mu sizcə? Parad baş tutdu, amma bayaqları yəni o fikri... Çünki mən konkretləşdirim sualımı, xalqa açıq olmayan, millətə göstərişi qadağan olunan, sadəcə məmurlar və xaricdən gələn qonaqlar üçün hazırlanan və bu boyda büdcənin sərf olunan bir parad baş tutmuş hesab edilə bilərmi? O sizin sözlərinizin belə deyək də təsdiqi kimi əlbəttə ki paradın baş tutması, yəni iki yanaşma buna iki yanaşma ola bilər. Bir yanaşma elədir ki, ümumilikdə parad baş tutdu, amma vətəndaşların yəni o paradı yaxından izləməsinə imkan verilməməsi fonunda mən əlbəttə ki hesab edirəm ki, bu böyük hörmətsizlikdir, bu böyük bir belə deyək nöqsandır və artıq mən studiyaya gəlməmişdən öncə bəzi bizi istəməyən dövlətlərin elektron kivlərində bu haqda artıq məlumatlarla mən rastlaşdım ki, bu parad görəsən hansı məqsədləndir? Əgər bu parada hansısa sir elementləri, hərbi sir elementləri var idisə, televiziya ekranları bunu bütün dünyaya nümayiş etdirirdi və mən sizə tam əminəm ki, bu günləri Azərbaycanda nümayiş olunan texnikanı bir neçə gün ərzində Ermənistanda, Rusiyada, digər dövlətlərdə incələyəcəklər. Yəni, bu parada çıxarılan texnikanın təyinatı nə idi? Onun hansı, belə deyək, şəraitdə istifadə olunması, bunlar da hamısı hərb elmində çox vacib məqamlardır. Əgər yenə də deyirəm ki, Azərbaycan vətəndaşının geotexnikaya hansısa bir zərərini düşünürdülərsə, yəni o insanları yaxın buraxmamaqla, bu çox yanlış və düzgün olmayan bir yanaşmadır. Azərbaycan vətəndaşı bu günləri qürur hissi ilə, yəni səhər tezdən Azadlıq meydanına öz doğmalarını, yaxınlarını da götürüb, yəni o paradı yaxından izləmək üçün. Çünki bəzilərinin də orada övladları var idi, doğmaları var idi, bir zabit kimi, əskər kimi. Amma bunları Azərbaycan vətəndaşına yaşatmamaq, onlara qadağa qoymaq, mən şəxsən bunu qətiyyən anlaya bilmirəm və bir neçə gün bundan qabaq da mən bir müraciətlə Müdafiə Nazirliyinə yazılı formada müraciət eləmişdik ki, Azərbaycan vətəndaşlarına və şəhərimizin qonaqlarına bu şərait yaradılacaqmı? Bu günləri şəhərimizin qonaqları, mən indi işlədiyim ofis Azadlıq meydanına çox yaxın olan bir məsafədədir. Xarici ölkə vətəndaşlarına hətta bəzi maneələr yaradılırdı. Mən demirəm, yəni bu polisin öz başınalığıdır, amma polisə də bu göstəriş verən şəxslər hər halda bir düşüncə nümayiş etdirməlidirlər ki, müasir dünyada yəni vətəndaşın hansısa bir məsafədən, bəlli bir məsafədən öz silahlı qüvvələrini... Çox xəyal qırıqlığına uğramış uşaqlar gördüm. Mən də sizinlə bərabər. Çünki ailələrlə bir yerdə gələn uşaqlar vardı. Çox təəssüf hissi keçirdim. Belə olmamalıdır, Aynur xanım. Bilirsiniz, 2011-ci ildə... Səmimi siyasətdir, dövlətin qeyri-səmimi siyasəti də öz millətində. 2011-ci ildə buraxılan səhv 2 il keçib üstündən yenə də o səhv təkrar olunur. O bir məsəl var, deyirlər ki, o yer belləyən, belə deyək də, darağın üstünə ikinci dəfə də yenə də eyni vəziyyətdə, yəni bir zərbə alırıq. Bu boydana əziyyət, siz özünüz bilirsiniz ki, neçə gündə hərbi parada hazırlıq gedirdi. Hərbi texnika, şəhərin yolları bağlanılıb, bu istidə, Bakının bu 30 dərəcə, 39 dərəcə istisində hərbi parada hazırlıq məşqləri keçirildi. Bu qədər vəsait siz qeyd elədiniz, siz təsəvvür edin ki, ora sərf olunan yanacaqla bəlkə də Bakını bir ay dolandırmaq olar. Çünki orada ağır və yüngül texnika, o cümlədən aviasiya texnikası, təyyarələr, helikopterlərin, o cümlədən belə deyək də, ora sərf olunan insan zəhməti, milyardlarla pul ora sərf olundu. Amma bu milyardlarla pulun fonunda yalnız belə deyək də, yarım saat, bir saat ərzində dövlət başçısına bu göstərmək üçündürmü? Mən hesab edirəm ki, yəqin ki, dövlət başçısının əhatəsində olan adamlar da bu ağıllı təkliflərlə çıxış eləyə bilərlər və insanlar gəlib yaxından o paradı izləyə bilərlər. Hər bir insan bir məlumat daşıyıcısıdır. Yəni, bu günləri şükürlər olsun ki, siz özünüz də bilirsiniz ki, sosial şəbəkələrdə, Facebookda, Twitterdə, Instagramda və digərlərdə aktiv yazışmalar gedir, təbliğat vasitələridir. Dünya 21-ci
21-ci əsrin belə texnologiyalarla idarə olunur. Biz niyə belə deyək, hələ də köhnə Sovet təfəkkürü ilə kimsə azadlıq meydanına gəlib orada hansısa bir təxribat mı törədəcək? Kifayət qədər orada təhlükəsizlik qüvvələri var. Polis hər bir belə deyək də vətəndaşa az qala 2-3 polislə, yəni azadlıq meydanı mühafizə olunurdu. Yəni bütün bunların fonunda bu paradı bu şəkildə təqdim eləmə, mən hesab edirəm ki, gözdən salmaqdan başqa bir şey deyil. Çox uğursuz, çox belə lazımsız bir yanaşmadır. Yəni bunun biz hələ uzun müddət yazacağıq, bunu deyəcəyik və bugün yəqin ki, biz sizlə paraddan üstündən 2 saat vaxt keçib belə götürüb. Yəni çox müzakirələr olacaq və siz baxacaqsınız ki, yaxın bir neçə gündə elektron və yazılı kivlərdə bu məsələ nə qədər tartışılacaq. Təsəvvür edin ki, bu qədər əskərlərin, zabitlərin, generalların gördüyü iş, yəni adicə bir lazımsız bir diqqət səviyyəsində, lazımsız bir qərar, hesab edirəm ki, bu qərarı qəbul edən şəxslərin özləri də bu haqda düşünsələr daha yaxşı olar. Üzeyir bəy, bu məsələnin siyasi tərəfi də məni çox narahat edir. Sizin fikrinizi bu məsələ ilə bağlı bilmək istərdim. Mənim üçün çox maraqlıdır. Ümumi bugünkü hakimiyyətdə olan insanların siyasəti bugün həm polisə, həm Azərbaycan ordusuna sevgini də, ehtiramı da itirib. O sevgini və ehtiramı bərpa eləmək hal-hazırki şəraitdə mümkün deyil. Və o sizin dediyiniz Qarabağı döyüşlə almaq məsələsi ilə bağlı sevgisiz, ehtiramsız necə olacaq? Aynuxa, mən sizə bir fikri deyim və hörmətli tamaşaçılar da yəni bunu bilsinlər ki, mən heç bir partiyanın üzvü deyiləm. Yəni mən sırf Azərbaycan vətəndaş mövqeyi, yəni mən hansısa bir mövqe əgər burada səsləndirirəmsə, bunu dərhal bəziləri, məsəl üçün yozmasınlar. Yəni o nöqteyi nəzərdən mən bunu xüsusi vurğulamaq istəyirəm ki, mən Azərbaycan vətəndaşı, peşəkar keçmiş hərbiçi kimi və bugün də hazıram ki, yəni ordu sıralarına qayıdıb, yəni öz bilik və bacarığımı bildiyim sahədə, yəni əskərlərlə, zabitlərlə, ictimaiyyətlə yəni bölüşüm. Amma bu günləri Azərbaycan hakimiyyətinin apardığı çox yanlış bir daxili siyasətdə elementlər var ki, o elementlər sizin dediyiniz kimi bəzən orduya, bəzən polisə, bəzən güc strukturlarına yönəlir. Nədə bu yəni ishar olunur? İshar olunan, siz təsəvvür edin ki, məyər ordu belə deyildi, istəməzdi ki, onun vətəndaşı bu günləri yəni yaxından bu paradı izləsin. Yəni hakimiyyətdə təmsil olunan hansısa belə deyil də, güya, mən bunu xüsusi vurğulamaq istəyirəm, ağıllı bir insan belə bir qərar qəbul edir və vətəndaşla belə deyil də, ordu arasında, polis arasında bir narahatçılıq, narazılıq yaranır. Kimə lazımdır bu? Bəzən deyirlər ki, hansısa bir qüvvələr, məyər bunu xarici qüvvələr bizdə sevirlər, yəni rəhbər şəxslər və yaxud da ki, hakimiyyətdə olan qüvvələr sevirlər belə ifadələr işlətmək ki, bizi gözü götürməyən qüvvələr bunu yazırlar, bunu nə bilim təbliğ edirlər. Axı bu qərarı hansısa bir Sem dayı və yaxud da ki, bir başqası qəbul eləmir, İvan qəbul eləmir. Bu qərar Bakıda, yəni ya prezident administrasiyasında və yaxud da ki, Bakıda rəhbər vəzifədə olan şəxslər tərəfindən qəbul olunur. Və ümumiyyətlə bu çox narahat edicidir, məni çox narahat edir. Siz təsəvvür edin ki, cəmiyyətdə olan gərginlik vətəndaş polis müstəvisinə keçir. Polisə qeyri-qanuni belə deyək, əmrlər verilir. Sabah biz 2003-cü ilin oktyabrında Azadlıq meydanında ordunu görəndə, bu da bir faktdır, bu bir tarixdir. Ordu Azadlıq meydanına çıxarılmışdı. Yəqin ki, siz yaxşı xatırlayırsınız. Yəni ordu bu daxili çəkişmələrdə ümumiyyətlə iştirak eləməməlidir. Alət olmamalıdır, təbii ki. Alət olmamalıdır. Ordunun təyinatı tamam başqadır. Daxili məsələlər üçün daxili qoşunlar var və yaxud da ki, sərhədi qorumaq üçün sərhəd qoşunları var. Xüsusi xidmət orqanlarının öz təyinatı var. O siz çox vacib bir məqama diqqət yönəltdiniz ki, yəni hakimiyyətin yanlış, belə deyək, bəzən atdığı addımlar güc strukturlarını gözdən salır. Və mən sizə açığını deyim ki, bəzən bir sıra ölkələrin timsalında biz bunu açıq-aydın görmüşük ki, daxildə qəbul olunmuş səhv qərarlar sonra həmin qərarları
kimə ki, belə deyək də, icra etməyə yönəldilir, həmin insanlar tərəfindən əks təpki ilə yəni qarşılanır. Bunu bəzən belə deyək də, çox arxayınçılıqla yəni bunu qələmə verirlər, amma bizim qardaş Türkiyədə bu son vaxtlar yaşadığımız misal sakit, rəvan bir həyat gördünüz, yəni qısa bir müddətdə az qalmışdı yox, yəni orada insan itkisi oldu. Bir nəfərin hətta burnunun qanaması artıq bu belə deyək, fövqəladə bir hadisədir. Türkiyədə nə qədər dağıntılar, nə qədər Türkiyənin iqtisadiyyatına olmazın bir zərbə oldu. Özünüz də bilirsiniz, Türkiyə turizmdən qazandığı o belə deyək, milyardları qısa bir müddətdə xeyli hissəsini itirdi. Yəni özünüz də görürdünüz ki, Türkiyədə heç bir narahatçılıq yoxdur. İndi Azərbaycanda da bizdə deyilik əminamanlıq sabitliyidir. Yaxşı, sabah vətəndaşlığa qarşı göstərdiyin bu belə deyək də adekvat olmayan münasibət, adekvat olmayan güc, adekvat olmayan belə deyək də hörmət, izzət vətəndaş tərəfindən tamam başqa cürə yəni qəbul oluna bilər. Bəzən bizdə çox böyük arxayınlıq var. Yəni heç kim yəni narazılıq bildirməyəcək. Narazılıq bildirəndən biri mən, biri siz. Yəni dama deyir göl olar. Əlbəttə, əlbəttə. Ona görə də mən hesab edirəm ki, yəni bu boydana işi, yəni bu paradı aydın məsələdir ki, bizim bu verilişdən sonra bizi belə deyək də aqressiv kimi qələmə verənlər də yəqin olacaq. Təbii ki, hər cür fikir. Normal buna yanaşıram, amma bu həqiqətən də daxildən gələn, yəni bir yanğı ilə deyilən bir sözdür ki, yəni belə yanaşma olmamalıdır. Mən istəmirəm ki, bizim ordunu bəzən də görürsünüz sosial şəbəkələrdə deyirlər ki, biz münasibət bildirəndə niyə siz ordunu gözdən salırsınız? Çox belə maraqlıdır ki, yəni ordunu ən çox təbliğ eləyənlər bizlərik. Biz bu günləri baxın, gün ərzində yalnız hərbi parad, bir də bir neçə belə deyək də süjetdən başqa sabah ordu artıq mövzusu yaddan çıxacaq. Yəni belə götürəndə rəsmilər tərəfindən. Əskər ölümləri ilə gələcək gündəmə, tam əksinə. Yəni o əskərlərlə, zabitlərlə bağlı olan məsələni sizlər, bizlər, ictimaiyyət, qeyri-hökumət təşkilatları yəni gündəmə gətirirlər. Ona görə də buna görə çox sağ ol demək lazımdır ki, biz ordu mövzusunu, əskər mövzusunu 24 saat və yaxud da ki 12 ay daim gündəmdə saxlayırıq. Bir tamaşaçımız sual yazıb. Öncə onu deyim ki, bu il özünüz də bilirsiniz ki, əskər ölümlərinə son aksiyaları mart ayında oldu və ateşkəs imzalanan gündən bu günə qədər əskər ölümləri Azərbaycanda dayanmayıb və son illərdə çox intensivləşib və cəmiyyətin bu bir hiddətinə səbəb oldu və artıq analar dedilər ki, biz verməyəcəyik oğlanlarımızı ölüm üçün. Və tamaşaçılarımızdan biri yazıb ki, bu parad ordunun düşən nüfuzuna bir datasiya kimi, yəni onu bərpa eləmək kimi qiymətləndirmək olarmı? Bilirsiniz, Aynur xanım, hörmətli tamaşaçımızın diqqətinə onu çatdırmaq istəyirəm ki, yəni bu parad əslində qalsa çox böyük, yəni belə deyək də əziyyətdir, yəni minlərlə bir neçə min insan üçün çox böyük mərhumiyyətlər idi. Bunu da nəzərə almaq lazımdır. Amma əskər ölümlərinə bir kompensasiya kimi mən düşünməzdim. Yəni bunlar tamam ayrı-ayrı yəni məqamlardır və istəməzdim ki, yəni biz bu paradı, yəni həmin o hadisələrin bir kompensasiyası kimi əslinə qalsa, bilirsiniz, nə qədər həyat varsa ölüm də olacaq, itim də olacaq. Biz çalışmalıyıq ki, onlar olmasın. Təsəvvür edin, mən sonuncu əskər ölümü ilə bağlı, yəni Səmədov soyadlı əskər ölümü ilə bağlı. Komandir məsuliyyətsizliyi, komandir cinayəti əskərin ölümünə gətirib çıxarır. Əskəri özünlə balıq tutmağa aparır bu komandir. Suya top buraxır və əskər də ki, top vurma nəticəsində dünyasını dəyişir. Mən üzr istəyirəm Üzeyir bəy, sizin bu məsələyə haqq qazandırmaq demirəm, bu cür yanaşmamız mən razılaşmıram, bölüşmürəm fikrimizi. Ona görə ki, bu bir yerdə olsa, bir dəfəlik bir hal olsa bunu belə qiymətləndirmək olur. Amma əskər ölümü orduda hər tərəfdə var. Və bu ümumi siyasətdən, ümumi laqeydlikdən qaynaqlanan bir şeydir. Mən sizdən tamamilə razıyam. Həyatı çox önəmli deyil, faktor kimi önə çəkilmir. Ona görə belə hallar. Mən çox istərdim ki, hörmətli tamaşaçılar və siz də mənim sözlərimi səmimi qəbul eləyəsiniz ki, harada ki boşluq var, orada mütləq mənada cinayət, ölüm halları olmalıdır və olurdu. Mən yəni sadəcə bir komandirin məsuliyyətsizliyindən dedim. Yəni o komandirə qarşı qanunun bütün gücü ilə yəni tələblər irəli sürülsə, bizdə bilirsiniz necədir? Bəziləri özlərinə çox arxayındır. Mən Həsən ağanın qohumuyam, mən filan kəsin qohumuyam, mən filan yerdəyəm. Yəni bunlar
onlarda bir qədər arxayınçılıq yaradır və bu hadisələr də baş verir. Bu il biz 50-ci əskərimizi itirmişik. Yəni 2013-cü ilin tam olmayan 6 ay ərzində biz 50 nəfər əskər itirmişik, 61 nəfər də yaralanan əskərimiz var. Hələ bunların neçəsi, yəni sıraya qayıtmayacaq, o da bu itkilərlə, qeyri-döyüş itkiləri də olsa artıq onlar belə deyil də, yəni sıraya qayıtmayacaqlar. Siz təsəvvür eləyin ki, bizdə bir qədər neft pulları vardı ya, biz pullarımızı hara xərcləyirik, biz bilmirik. Bir qədər deməzdim, yəni, xeyli var. İndi siz təsəvvür eləyin ki, 50 ölən əskərin hər birinin ailəsinə dövlət 11.000 manat sığorta pulu ödəyir. 61 nəfərin, yaralanan 61 nəfərin də arasından belə deyildi, bir 50% də, 30 nəfər də dövlətdən sığorta pulu alacaq. Gəlin hesablayaq bu pulları. Görün nə qədər dövlətin, belə deyək də, vəsaiti deməzdim çölə atılır. Hesab eləmirəm ki, insan həyatından dəyərlidir. Mən müqayisə eləmirəm. Siz təsəvvür eləyin ki, milyardlar da bir insanın həyatı ilə ölçülə bilməz. Bəlkə o insan sabah elə bir biznes sahəsində çalışacaq ki, dövlətə bir neçə milyard xeyir gətirəcək. Yəni, mən onun əks argument kimi də deyirəm. Yəni, siz dediniz, mən istəyərəm ki, hörmətli tamaşaçılar məni tam səmimi qəbul eləsinlər ki, orduda olan nöqsanları ən çox tənqid edən şəxslərdən biri mən olmuşam və bugün də o fikrimdə qalıram ki, yaxşı-yaxşıdır, biz çalışmalıyıq ki, pisi yaxşı səviyyəsinə gətirək. Bizə deyirlər ki, siz niyə yaxşını qeyd eləmirsiniz? Deyir, qardaşım, bu vətəndaşların hesabına saxlanılan güc strukturları yaxşı olmalıdır. Çünki adətən deyir, pulu kim verir, musiqini də o sifariş edir. Yəni, vətəndaş orduya, güc strukturlarına bu qədər vəsait ayırırsa, o vəsait təyinatı üzrə oğurlanmadan istifadə olunmalıdır. Bizim əskərimiz 21-ci əsrdə su problemi çəkməməlidir. Bizim Nazirlər Kabineti nədənsə unudur ki, bu dəqiqələrdə döyüş bölgəsində elə yerlər var ki, orada 40 dərəcəni keçir. O 40 dərəcə qızmar günəş altında əskərimiz düşmənlə üz-üzə dayanır. Amma onun üçün bir artizyan quyu yaratmaq və yaxud da ki, onun üçün normal bir sərin su və yaxud da ki, şirə, indi Azərbaycanda kifayət qədər zavodlar var ki, şirələr istehsal edirlər, onun səhərdən axşama kimi telekanallarda reklamları gedir. Yəni, bütün bu xırda məsələlərdir, bir neçə məsələlər deyirəm. Onların hamısı həll olunmalıdır. Bu günləri Azərbaycan zabiti, Azərbaycan əskəri korluq çəkməməlidir. Baxın, görün, nə qədər əskərlərimiz, nə qədər zabitlərimiz problemlər ucbatından bir-birinə münasibətlərin nizamnamədən kənar həll eləyirlər. Yəni, silaha əl atır, cinayət törədilir, bəzi xoşagəlməz hallar olur. Bütün bunlar ordunun nüfuzuna, belə deyək, xələl gətirir və istər-istəməz cəmiyyətdə də bir orduya qarşı, siz bayaq qeyd elədiniz, mart ayında Bakının mərkəzində keçirilən aksiyalar. Bu, belə deyildi, kefdən irəli gələn bir məsələ deyildi. Yəni, insanların narahatçılığı artıq küçələrə daşınırdı. İnsanlar övladlarına görə tələblər irəli sürürlər. Mən çox istərdim ki, həmin məmurlar, hansı ki, bu günləri bizim əskərlərimizi idarə edirlər, bir anlığa həmin o ananın və ya atanın yerinə özlərini təsəvvür eləsinlər ki, onların övladı orduda öldürülüb. Siz təsəvvür edin ki, Ceyhun Qubadovla bağlı, yəni o Abşeronun Xırdalan qəsəbəsindən dünyasını dəyişən ana tək başına, yeganə övladını böyüdüb və bunu da orduda öldürdülər və üstünə qaytardılar ki, buyur, götür. Amma siz təsəvvür edin ki, nə qədər bizim məmur özbaşınalıqları var. Övladını itirmiş ata faktiki olaraq məmurların qapılarının ağzında saatlarla, günlərlə əziyyət çəkməli olur. Axı, belə olmamalıdır. Bir də sonda bir fikri səsləndirmək istəyirəm ki, Aynur xanım, mən çox istərdim ki, bizim rəsmilər ordunu yalnız 26 iyun ərəfəsində və ya da 26 iyunda yada salmasınlar. Ordu, mən bayaqlarda verilişin əvvəlində qeyd elədim ki, xalqın güvənc yeridir, dayaq nöqtəsidir, arxasıdır. Belə, ilin 12 ayı ordu mövzusu, belə deyil, önəmli mövzulardan biri olmalıdır. Mən demirəm ki, səhərdən axşama kimi bizim telekanallarda elə əskər mövzuları göstərilsin. Amma nə qədər, yəni bu məsələyə diqqət yönəlsə, bizim vətənpərvərlik təbliğatımız da daha güclü olar. Böyüməkdə olan nəsildə də bir orduya, zabitlik peşəsinə, o sahəyə həvəsi artacaq. Bu günləri ali məktəblərə qəbul olmayanları məcburən yönəldirlər, onları hərbi məktəblərə yönəldirlər. Bu da bir yaralı yerdir ki, son bir neçə ildə Tələbə Qəbul üzrə Dövlət Komissiyasının Müdafiə Nazirliyi sanki belə deyil də, ali məktəblərə qəbul olmayanların hesabı
zabit yerlərini doldurmaq üçün müdavimlərə belə deyək də planını doldururlar. Amma həmin insanlar daxilən bunlar gələcəyin zabiti olmağa hazır olmadığına görə onlar bir müddət keçəndən sonra ordudan yəni qaçırlar. Çox təşəkkür edirəm. Sağ olun. Bizə gəldiyiniz üçün son söz olaraq nəsə demək istəyirsiniz? Bir daha təbrik edirəm. Yəni bütün əsgərlərimizi, zabitlərimizi, hər bir valideyni təbrik edirəm və onlara sağ-salamat övladlarını ordudan qarşılamağı arzulayıram. Və onların hər birinə belə deyək də firavan həyat arzulayıram və sizə də təşəkkür edirəm ki, bu mövzunu ictimailəşdirdiniz. Biz də sizi təbrik edirik, çox təşəkkür edirik və bizə baxan bütün tamaşaçıları biz 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edirik və o gün olsun biz bu bayramı qürurla istədiyimiz səviyyədə qeyd edək və xatırlatmaq istəyirəm tamaşaçılarımıza ki, bu gün bizim qonağımız Hərbi Jurnalistlər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik leytenant Üzeyir Cəfərov idi. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.